Və davam edirik. Oynaraki konlaşmayıb. Və qayda pozulub. Gözəl. Şirvanın Akstafa gənclərinin heyətində futbolçu qaydanı pozub. Həm Şirvan oyuncusu yerdə qalıb, həm də Akstafa gənclərinin oyuncusu yerdə qalıb. 53-cü dəqiqə gedir. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsidir. Mikrofon arxasında da mənəm. Dəmirov Hüseyn ağa. Görək futbolçunun vəziyyəti necə olacaq. Artıq sarı vərəklərin sayı 4-4-ə deyəsən bərabərləşir. Ya da 4-3 olaraq qalır. Və 53-cü dəqiqə ikonlaşır oyunda. Görək, ikinci hissənin sonuna qədər Şirvan ümidlənib hesabı bərabərləşdirə biləcəkmi? – 54-cü dəqiqə edir artıq. Pas. Ve blok geldi. Şimdi Şirvan boçumuna görene baş verəcək oyunda artıq. İndi Şirvan pressing atır. 55-ci dəqiqədə. Devam. Şirvan komandasının da baş məşqçisi Pərviz Bayramov. dəqiqə yekunlaşır artıq asta-asta. Azərbaycan Kubokundayıq. 55-ci dəqiqə gedir. Şirvanın əks hücumu gələcək və top meydanı tərk edir. Məsələn, dəyişikliklər olacaq Şirvanın heyətində. Deməli 77 nömrəli oyuncu çıxır, 9 nömrəli oyuncu girir Şirvanın heyətində və 99 nömrəli oyuncu çıxır, 54 nömrəli oyuncu girir. Azərbaycan Kubokunun 8-də 1 final mərhələsidir. Pərviz Bayramov 2 dəyişiklikdən yararlandı. Out Şirvanındır. En azından Şirvan oyunu əlavə vaxtı apara biləcəkmi? Və oyun. Və qapıcı ama qayda pozulur. Şirvan komandasında dəyişiklik. 77 nömrəli oyuncunun Elcan Xəllovun yerinə 9 nömrəli oyuncu Cavid Nəcizarı daxil oldu. Evet, 99 nömrəli oyuncu İmam Hüseyinovun əvəzinə
54 nömrə oyuncu Elcan Rəsulov daxil oldu. Və bayaq yəni qayda pozulmamışdı. Küncdən zərbə. Daha doğrusu oyundan kənar vəziyyət olmuşdu. Ona görə hələ bildim qayda pozulub, amma xeyr, hakim bildirdi ki, yəni oyundan kənar vəziyyət imiş. Offside qeyd alındı. Artıq 58-ci dəqiqə edir. Belə Şirvan oyuna əlavə vaxt apara biləcəkmi? Şirvanın şahıdır bu. Şahların şahıdır bu. Görək, həqiqətən Şirvan komandası ikinci liqaya gələndə mən sevindim ki, ən azından belə layiqli futbolu görəcəyik Şirvan komandasından. Amma hələ ki yəni Akstafa gəncləri də o məğlubiyyəti kubokda unutturmaq istəyir. Gəlsən növbəti qol gələcək. Və indi Şirvanın əks hücumu başlayır. Oyunun 60-cı dəqiqəsinə keçid aldıq. Oyunun 3də 1 hissəsi başlayır. Hesab 1-0 Akstafa gənclərinin xeyrinədir. Və Şirvanın qolkiperi yerindədir. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Ama bir pas. Şirvan görək neyəcək, yəni nə eləməlidir ki, ən azından oyuna əlavə vaxtı daşısın. Artıq oyunun. Daha doğrusu oyunun artıq 60-cı dəqiqəsi indi başlıyor. Bayaq səndimə 58-ci dəqiqəymiş. Və qapıdan zərbə. Və indi oyunun 3də 1 hissəsinə daxil olduq. Azərbaycan kubokundayıq. Oyunun 61-ci dəqiqəsi gedir. Birinci dəqiqədə artıq qayda pozuldu, hakim bildirir. Həqiqətən yəni belə baxanda Şirvan Azərbaycan futbol ailəsinə həqiqətən çox həm oyunu ilə rəng qatır, həm də iddiasını ortaya qoyub. Həm region liqasında finala kimi yüksəlməyi və indi də həm Azərbaycan 2-ci liqasında debüt eləyirlər və Azərbaycan kubokunda da debüt eləyirlər daha doğrusu. 62-ci dəqiqə başlayacaq birazdan və Akstafa gənclərinin qolkiperi yerindədir. İndi Şirvan pressingə əl atır. 1-0 Akstafa gəncləri hesabı açıb. Out Şirvan komandasındandır. Və en azından hesabı bərabərləşdirin Şirvan komandası və heç nə alınmadı.
Və Azərbaycan Kubokunun bravo! Şirvan həqiqətən meydanda şou göstərir və qayda pozulub. 63-cü dəqiqədir. Və deyəsən cərimə zərbəsi Akstafa gənclərinindir. Və Akstafa gənclərini də heyətində dəyişiklik edir. 14 nömrəli oyuncu çıxır. 7 nömrəli oyuncu girir. Və 10 24 nömrəli oyuncu çıxır. 10 nömrəli oyuncu girir. İsrail komandasında vəziyyətlər. 15 nömrəli oyuncu Roman Todaşvili ilə əvəzinə 7 nömrəli oyuncu Sayın Oğuz daxil olur. Alt Şirvanın da 14 nömrəli oyuncu Eşqin Kərimin yerinə 10 nömrəli oyuncu Rüstəm Abdullah daxil olur. Şirvan irəli atılır. Pərviz Bayramovun yetirmələri yerinə inəcək. Və top meydanı tərk edir. Azərbaycan Kubokundayıq. Birinci təsrifat mərhələsindəyik. Altmış dördüncü dəqiqə ikonlaşır və Şirvanın şahı, Azərbaycan futbolunun Şirvanı. Möhtəşəm. Həqiqətən mənim xoşuma gəldi bu komanda, xoşuma da gəlir. İnşallah Azərbaycan Premyer Liqasında debüt edərsiniz. Şirvan komandası və cərimə zərbəsi vurur. Pərviz Bayramovun yetirmələri. Oyunun 1/3 hissəsi də yekunlaşmaya doğru gedir. Oyunun 4/1 hissəsinə doğru addımlayırıq. Və Şirvanın hələ ki bu hücumları heç nə nəticə vermir, amma inşallah nəticə verəcək və out Şirvan komandasının da 66-cı dəqiqə artıq başlayır. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsidir. Qapıdan zərbə. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. İndi pressing gəlir Şirvan komandasından, amma yenə də hücum davam edir. İndi Şirvan hələ ki hücumlarını ara vermədən artırıb hücumları və Akstafa gəncləri də ikinci təsrifat mərhələsinə yüksəlmək istəyir. Qayda pozuldu və iki futbolçuya da xəbərdarlıq olunur. Şirvan cərimə zərbəsi vuracaq indi. Pərviz Bayramovun yetirmələri. Bu cərimə zərbəsindən nə çıxardacaq qonaqlar? 67-ci dəqiqə artıq yekunlaşır.
və Akstafa Gənclərinin qolkiperi yerindədir. Və indi Akstafa Gənclər hesabı artıra bilər. Həqiqətən bütün müdafiəçilər Şirvan əks hücuma əl atır və top qonaq komandada qalır. Son dəqiqələrdə fəallaşıblar ikinci hissədə. Şirvanın şahıdır bu. Şahların Şirvanıdır bu. İşte 68-ci dəqiqə pressing eləyir Şirvan komandası. Akstafa şəhər stadionundayıq. Və bravo! Az qala avtogol ola bilərdi, amma bəxti gətirdi Şirvanın. Artıq oyunun 1/3 hissəsini geridə qoyduq. Asta-asta oyunun keçid alırıq. Oyunun 4/1 hissəsinə. Azərbaycan Kubokunun deməli birinci təsrifat mərhələsidir. Sabahda birinci təsrifat mərhələsinə sabah yekun veriləcək. Sabah bizim kanalda Göygöl Şəmkir oyunu sizə təqdim olunacaq. Gol deyil, oyundan kənar vəziyyət. Hakim saymadı qolu, çünki hələ ki Şirvanın şansı qalır. O şansdan yaxşı istifadə eləsə bəlkə də oyunu çevirə bilər. Bəlkə də biz ikinci hissənin sonlarında ya əlavə vaxt görəcəyik, ya da oyunu hələ ikinci hissədə həll edib çıxıb gedəcəyik. Sabahda yola düşürük Göygöl şəhər stadionuna, çünki orada da Daroqsu bugün yola düşürük, çünki sabah oyun saat 2'də başlayacaq deyə bugündən yola düşəcəyik Göygöl şəhərinə. Oyun qutaran kimi biz yollanırıq birbaşa Göygöl şəhərinə. Dəyişikliklər olacaq Şirvan heyətində. 18 nömrəli oyuncu çıxır, 4 nömrəli oyuncu girir. Daroqsu 81 nömrəli oyuncu çıxır, 4 nömrəli oyuncu girir. 10 nömrəli oyuncu girir, 71 nömrəli oyuncu çıxır. 71-ci dəqiqə. 18 aydan çəkilməyə Məmməd oynarızda. Xalid Mahmudov daxil olur. Birinci dəqiqədir. Şirvan pressing, Daroqsu Akstafa Gəncləri pressing eləməyə çalışır. Gol deyil, top dirəyə dəydi. Şirvanın hələ də şansı davam eləyir və yerdə qalan oyuncu var. Akstafa Gənclərinin heyətində həkimlər meydana dəvət olunmalıdır. Deyəsən daha bir oyuncu daha bir oyuncunu dəyişəcək Pərviz Bayramov. Bu səfər Akstafa Gənclərinin heyətində hazırlıq gedir dəyişiklik üçün. Şirvan komandasının baş məşqçisi Pərviz Bayramov.
73-cü dəqiqə gedir. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsindəyik. Və 73-cü dəqiqə artıq başlayır. Oyunun 4də 1 hissəsi də yekunlaşmaya doğru gedir və qapıdan zərbə. Son 20 dəqiqə Şirvan üçün. Və out. Akstafa gənclərinindir. Artıq oyunun sonlarıdır. İkinci hissənin. Şirvan indi pressing eləyəcək. Və hələ də birləşir Şirvan komandası. Siz də bizim YouTube kanalımıza abunə olun ki, bu cür maraqlı oyunların yeganə ünvanı futbol saatıdır. Qapıdan zərbə. Dördüncü dəqiqə artıq yekunlaşır. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsindəyik. Və Yeni numaralı çocuğu son aslanlı gazla. Yeni numaralı çocuğu Can Mehmet ortaklığı. 75-ci dəqiqədir. Out yenidən olmalıdır. Çünki bayaq dəyişiklik oldu. İndi görək ən azından Pərviz Bayramovun yetirmələri görək nə edəcək. Artıq 76-cı dəqiqə gedir. Və nə olub indi görək. Out Şirvanındır. Yox, out deyil, sadəcə sərbəst vuruş olacaq. Azərbaycan Kubokunda ikinci təsrifat mərhələsinə hansı komanda yüksələcək? Görənə baş verəcəyində birazdan. Məncə amma Şirvan komandası geri dönüş edəcək son dəqiqələrdə. Pressing və out. Akstafa gənclərinin də 77-ci dəqiqədir artıq. Oyunun 4də 1 hissəsi yekunlaşmaya doğru addımlayır. Və indi görək nə baş verəcək. İndi Şirvan deyəsən fəallaşıb. Və top Akstafa gənclərinin
Yəni golkiperində qaldı. 78-ci dəqiqə edir. Artıq son 10 dəqiqə, hətta 11 dəqiqə. Lakin birinci hissəyə üçün əlavə etməni görək. İkinci hissəyə neçə dəqiqə əlavə edəcək. Pressing. Artıq 78-ci dəqiqədə yekunlaşır. Və az qala hesab. Yəni ki, bərabərləşmiş, amma heç nə alınmadı və qapıdan zərbə. Nə baş verir orada? Mesela Mustafa Gənclərinin oyuncusu zədələnib. Şirvan komandasının baş məşqçisi Pərviz Bayramov 79-cu dəqiqə edir. Artıq son 10 dəqiqə. Şirvanın yəni vaxtı 10 dəqiqə var. Yəni 10 dəqiqə ərzində həm geri dönüş də edə bilər, hesabı bərabərləşdirə bilər. Amma belə görsənir ki, indi görə Şirvan necə müdafiə olunacaq. Penalti. Penalti təyin olunur və Şirvanın qapısı sarı vuruyor. Penalti yoxdur, sadəcə hakim sarı vərək verdi. Oy oy oy. Akstafa Gənclərinin oyunçusuna artıq sarı vərəklərin sayı 4-4 oldu. Hesab bərabərləşdi sarı vərəklər baxımından. Hələ ki heç bir komanda qırmızı almayıb. Oy 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 oy. Bravo Şirvanın golkiperine. Artıq son 9 dəqiqə qaldı. Şirvanın hesabı bərabərləşdirməsi üçün son 9 dəqiqə ərzində nə edəcək? Akstafa Gənclərinindir. Siz də bizim YouTube kanalımıza abunə olun ki, sabah Göygöl Şəmkir oyununu izləməyə şansınız olsun. Və görək nə baş verir və top meydanı tərk etdi. Qapıdan zərbə. İndi Şirvan sonuncu dəfə irəli atılmalıdır, çünki vaxt get-gedə, yəni Akstafa Gənclərinin xeyrinə işləyir vaxt. Pressing Pərviz Bayramovun yetirmələrindən, amma Akstafa Gənclərinin golkiperi yerində. Son 6 dəqiqə qalıb. Və top meydandadır. Heç oyundan kənar vəziyyət imiş. Ay. Amma hələ ki bax, yəni Akstafa Gənclərinin əleyhinə işləyir. Qapıdan zərbə. Son 1 dəqiqə, daha doğrusu son 6 dəqiqə var. Hələ ki Şirvanın əleyhində. Top meydanı tərk edir. Out Şirvanın da
Əla pas. Pressing atır Şirvan komandası. Out. Hala kalamadı. Out Şirvan'ın bu sefer. Yine baş vereceği son dakikalarda, oyunun son dakikalarında. Şirvan pressing edir 84-cü dəqiqədə, hələ ki son dəqiqələrdə artıq Şirvanın əleyhinə işləyir bu dəqiqələr. Akstafa gəncləri artıq vaxt öldürür. Akstafa gəncləri yəni qələbə hesabını Şirvanın üzərində açdı. 1-0. Şirvanın golkiperi yerindədir. Pressing qapçı yerində. Akstafa gənclərinin golkiperi. Mikrofon arxasında da mənəm, Demirov Hüseyin ağa. 85-ci dəqiqə artıq Mildarovçu 85-ci dəqiqə başlayır və top meydanı tərk edir və qapıdan zərbə. Azərbaycan kuboku 86-cı dəqiqə artıq başlayır. Azərbaycan kubokunun birinci təsrifat mərhələsindəyik. İndi son dəqiqələr, amma oyundan kənar vəziyyət. Offside qeydə alınır. Artıq 86-cı dəqiqə edir. Azərbaycan kubokunda. Görək sabah Göygöl Şəmkir oyununda nələr baş verəcək, ona görə kanalımıza abunə olmağı unutmayın. Və top meydanı tərk edir. Out. Akstafa gənclərinin də pressing. Artıq son 3 dəqiqə qalıb. Şirvanın əleyhində. Və qapçı yerindədir Şirvanın golkiperi. Bəxti yaman gətirdi Şirvanın. Son dəqiqələrdə gol buraxa bilərdi, amma son 2 dəqiqə qalıb oyundan bitməyən. Şirvan indi cərmə zərbəsi vuracaq. Akstafa gəncləri son bir şans. Ondan kənar vəziyyət. Son dəqiqələrdə artıq Şirvan üçün ya davam ya tamam. Və pressing aladı.
88-ci dəqiqədir. Top meydanı tərk edir və yerdə qalan oyuncu var. Akstafa Gənclər komandasının da yenidən qayda pozulub. Şirvanın son bir dəqiqəsi var. Artıq bravo! Həqiqətən vuruşur Şirvan komandası. Və görək nə baş verəcək son dəqiqələrdə. Və hələ ki indi Akstafa Gəncləri pressingə atır. Qopçu, bravo, sən nə edirsən? Bu nə dirəmliklərdir? Və son dəqiqələr Azərbaycan kubokunda və indi görək nələr baş verəcək son dəqiqələr. Bəxti gətirir yenə Şirvanın. Son dəqiqələrdə də biz nələr izləyirik, amma aha nələr izləyirik. Fantastikadır bu oyun. Nə yaxşı ki bu oyundan imtina eləməmişəm və indi Şirvanın son bir şansı qala bilər. Akstafa Gənclərinin heyətində 6 nömrəli oyuncu girir, 9 nömrəli oyuncu çıxır. Akstafa Gənclər komandasında növbəti dəyişiklik. 9 nömrəli oyuncu Ertaçınov əvəzinə 6 nömrəli oyuncu Turan Məmmədov daxil olur. Son bir dəqiqə qalıb məncə, amma hakim oynanacaq və 92-ci dəqiqə başlayır. Və pressinglər bir-birini əvəz eləyir Şirvan komandasında. Və son dəqiqələrdə artıq oyunu bitirən kimi də biz yola düşürük Göygöl şəhərinə. Çünki Göygöl Şəmkiri qəbul edəcək Göygöl Olimpiya İdman kompleksində. Top qapı tirinə dəyir və qapıdan zərbə. Paslaşır artıq Şirvan. Və out.
Şirvanındır. Aha, görə nələr baş verir son dəqiqələrdə. Hələ də oyun bitməyib. Sol cinahdan indi açılır. Bravo, yaxşı bir irəliləmək oldu. İndi dirəmli gedir Şirvan. Əla bir dirəmli idi, amma heç nə alınmadı. Qayda pozulub. Şirvan deyəsən cərimə zərbəsi vuracaq və sarı vərəyə. Sarı vərəklərin sayı 5-4 oldu. Azərbaycan Kubokunun birinci təsrifat mərhələsindəyik. Hələ ki an yaxınlaşmır. Son bir şanslı Şirvan üçün, ya davam ya tamam olacaq. Allah'ım, ne olur bu gol olsun. Biz Şirvanı növbəti mərhələdə də görək. Ya Allah. Oyun bitti. Sağ olun, sağlamak kalın. Sağ olun.